İntensiv yağışlar və eyni zamanda dolu yağacaq. Gündəm xəbərinin efirində Milli Hidrometeorologiya Xidmətinə istinadən bir məlumat və xəbərdarlığı diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün iyunun 1-idir. Belə ki, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda eyni zamanda bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, eyni zamanda şimşək çaxacağı və dolu düşəcəyi də ehtimal edilir. Bundan əlavə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından isə daşqın və sel keçəcəyi də istisna edilmir və qeyd eləyək ki, bundan əlavə bu günlərdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlığı da Milli Hidrometeorologiya Xidməti əhalinin diqqətinə çatdırmış oldu. Maksimum dərəcədə hava şəraitini nəzərə alaraq addım atsanız, hərəkət etsəniz daha yaxşı olar.